Kasıb oğlanıq. İndi biz hamı burada bir tikə çörəyə gəlib. Banka borcu olan var, tükana 300-400 manat borcu olan var. Biz işləyirik ayın axırına qədər. Özü maaşı böyün alacaq, səhər deyirlər ki, maaşınız falan qədər 70 manat kəsilir, 60 manat kəsilir. Mən banka bir ay pulumu verməsəm, kasıb adamam, qoyacaq səhər var. İndi bu ay bankımın borcunu mən ödəyəməmiş. Evim yox satan, torpağım yox satan. Onun bunun ayağının altını süpürürük siz. Bu ay tükana 200-300 manat Produkallıq ailəmizə, uşağımıza bu ay pulun vermədi, gələn ay deyəcək almamaq lazım. Mən uşağa nə yedəcəm?